Əziz Goranboylular, ay mənim Məhəmmədi, Goranboy rayonunun şəhərində, kəndində yaşayanlar, hörmətli əziz Goranboylular, gəlin bu Pitigorskdə, Yesentukdə, Kisavosda dincəlin. Bu yemək nə lazımdır? Axır əvvəl öləsiniz, vadverə kimə qalacaq? Gəl dincəlin, istirahat edin. Mən Yesentukin Rus sanatoriyasında dincəlirəm, istirahat edirəm. Gündə 3 dəfə su içirəm, minerallı su, Yesentuk suyu. Hər şey yaxşıdır, dolanışıqlar, zadlar yaxşıdır. Diyeta yeməklər, heç vaxt xəstələr şəkər olmayasınız. Görürsünüz, hamınız şəkərsiniz. Xəstəlikdə əl çəkin. Hava kimi bu pul darla qısalsınız, naviyyət qurasınız, ev tikəsiniz. Bir dincəlmə də lazımdır. Bir özünüzə qırağa bir 5 manat qoyun, yığın, gəlin sanatoriyada dincəlin. Deyirlər, dünya düzələcəkdir. Kasıflar acından öləndən sonra, hamıya çatacaq elin sərvəti, varlılar yuxarıdan böləndən sonra. Mat qalmışam bu dillərin sirrinə, yaxşılar köç edir fələkdəndirmi, uşaq atası ilə durur göz-gözə, qanım xarabdır, bələkdəndirmi? Hörmətli Goranboylular, ay mən xalqım, ay mənim ürəyim, canım, gözüm, gəlin qadağınız alın, dincəlin, istirahət edin. Valla bu sizə lazımdır. Öz yaşayışınıza, dolanışınıza, can sağlamlığın tərzinə çox lazımdır. Əziz Goranboylular, sizin qadağınız alın, gəlin dincəlin. Öpürəm hamınızı. Yesentuk'tan size selamlar, Rus sanatoriyasından. Urra! Yesentuk'un Rus sanatoriyası. Urra, urra! Qələbə bizimlədir. Okey, okey, okey.